taleyimiz belədir. Qəribə bir səhnə yarandı. Biz yedirik, nəvələr gəlir. Dünyanın gözəlliyi burasındadır. Ben burada bu 80 yaşın ucalığından belə deyək ki, baxanda, bir bu jubiley axşamından baxanda, başqa bir jubiley yadıma düşür. 1996-cı il. O vaxt biz, deməli, Skandinaviya ölkələrindən geri dönürdük. Heydər Əliyevin, milli lider, mərhum Heydər Əliyevin komandasında biraz söhbət elədik. Sonra mən dedi ki, 50 yaşını qeyd edəcəksən jubileyini. Mən güldüm, dedim ki, 50 yaşı, o vaxt mən özümü çox gənc hesab edirdim. Dedim ki, 50 yaş nə jubileydən mənim belə. Və indi xalqın bu vaxtında jubiley keçirmək olar. Dedi ki, yaxşı, yox, sən get, sən eləməzsə mən eləyərəm. Və doğrudan da mənim xəbərim olmadan dəvətləmələr çap olundu və Opera Balet Teatrında elə bu gecə qədər uzun bir gecə oldu. 3 saatda gəlib orada iştirak elədi. Əvvəlki kadrlarda da onu gördünüz. Bu yaxınlarda dünyanın 185 ölkəsinin 65 mindən çox qonaq Bakıda olan, təbiət də bir tərəfdən şıltaqlığın başlamışdı. Belə bir vaxtda iki daşın arasında mənim ağlıma gəlməzdi ki, bu belə bir vəziyyətdə mən deyək ki, 80 yaşın prezidentin yadına düşə bilər. Amma bu iki daşın arasında vaxt tapıb mənə şöhrət ordeni verməsi, əlbəttə o həmin atasından gələn ənənənin davamıdır. Qarabağ dərdimizdir və Prezident İlham Əliyevin vaxtında mən ona heç bir, hamı bilir mənim xasiyyətimi, mənim heç bir olmacağım yoxdur. Amma mənim dərdim də Qarabağ, meydanları ondan ötürü çıxmışdıq. Qarabağ azad olub. Amma niyə insanlar bu qədər aqressivdir? Niyə hər şeyi qəbul eləmirik? Hər şeyə biraz başqa cür baxırıq. Bu dövlət, bu torpaq bizimdir. Hə, əgər əski varmı? Var. Problem varmı? Var. Bunu günahlandırmaqla həll eləmək olarmı? Yox. Bunu elə bütün millət bilir də eləməlidir. Prezidenti, fəhləsi, nə bilim, taciri, ondan sonra nə bilim, hamısı. Amma bu deyir, mən əyri olub, o birisi düz olsun. Sən özün əyri ola başqasından necə düzlük tələb eləyə bilərsən? Bəlkə Sabir düz deyir. İlham Əliyev haqlıdır. Günahın hamısı bizdədir. Bəlkə biz də onun kimi boğazımıza bir zəncir keçirib ucunu da verək Əliyevlərə.